Bəli, Avropa İttifaqı ilə Çin arasında ticarət əlaqələrində yeni iqtisadi addımlar və ticarət qaydaları müzakirə edilir. Fransanın rəhbərlik etdiyi 5 Avropa İttifaqı ölkəsi, Fransa, İtaliya, İspaniya, Niderland və Litva Avropa Komissiyasına birgə sənəd təqdim edərək Çinin ədalətsiz ticarət qaydalarına qarşı daha geniş müdafiə mexanizmlərinin yaradılmasını tələb ediblər. Politika nəşrinin əldə etdiyi rəsmi sənəddə Çinin adı birbaşa çəkilməsə də rəsmi Pekinin bazarda süni şəkildə yaratdığı sənaye çoxluğu və yeni ticarət maneələri xüsusi vurğulanır. Almaniya istisna olmaqla ittifaqın ən böyük iqtisadiyyatları Avropa Komissiyasını daha fəal olmağa çağırır. Təkliflər arasında ədalətsiz rəqabətlə bağlı araşdırmaların sayının artırılması və Ümumdünya Ticarət Təşkilatına daha tez-tez müraciət edilməsi yer alır. Digər mühüm məqam isə ticarət sanksiyaları tətbiq edilərkən iqtisadi təhlükəsizlik amilinin əsas meyar kimi qəbul olunmasıdır. Bu addım strateji sahələrdə Avropanın yerli istehsal potensialını qorumaq məqsədi daşıyır. Eyni zamanda Fransa prezidenti Emmanuel Macron da Avropa İttifaqının strateji sənaye sahələrini qorumaq üçün Birləşmiş Ştatların təcrübəsindən nümunə götürməyə çağırıb. Bu mövzu həmçinin iyunun 15-də Evian şəhərində keçiriləcək Böyük Yeddilik Sammitində də əsas müzakirə mövzularından biri olacaq. Hazırda Avropa Komissiyası Çindən gələn rəqabət təhdidlərinə qarşı daha effektiv ticarət müdafiə siyasəti üzərində işləyir. Gələn cümə günü isə Brüsseldə bu məsələ ilə bağlı daxili strateji müzakirələrin aparılması gözlənilir. Üzv dövlətlər gələcəkdə xarici şirkətlərin Avropa İttifaqının rüsumlarından yayınmasının qarşısını almaq üçün qanunvericiliyə texniki düzəlişlər edilməsini də təklif edirlər. Avropa İttifaqı daxilində Çinə qarşı formalaşan yeni iqtisadi cəbhə ilə bağlı son məlumatlar bunlar idi. Buyurun, söz yenidən sizdə.